Hallabongdan danışacağıq indi. İndi qışın oğlan çağıdır, təsərrüfat işləri də bir çox sahələrdə yekunlaşıb, amma Lənkəranda Hallabongun yığımına start verilib. Söhbət dünya bazarlarında da Dekapon, Shiranui, Sumo Mandarin adları ilə tanınan və 2015-ci ildən Lənkərana Cənubi Koreyadan gətirilmiş və orada Hallabong adlandırılan məhsuldan gedir. Bəli, dünyada 10 ən qiymətli meyvədən biri sayılan Hallabong insan orqanizmi üçün olduqca faydalıdır. Bəs bu qədər üstün keyfiyyətlərinə baxmayaraq, Hallabongun satışında niyə çətinliklər var və yeni əkinlər niyə həyata keçirilmir? Bu barədə əməkdaşlarımız suallara cavab tapmağa çalışıblar. Gəlin izləyək. Cənubi Koreyadan gətirilmiş Hallabong meyvəsi artıq 10 ildən çoxdur ki, Lənkəran rayonunda yetişdirilir. Meyvə əsasən qış aylarında yığılır. İlk dəfə Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən tinglərdən müsbət nəticə əldə olunduqdan sonra bağ sahələri genişləndirilərək 70 hektara çatdırılıb. Lakin ötən il baş verən gözlənilməz şaxtalar məhsuldarlığa təsir göstərib. Artıq fevral ayı daxil olmağına baxmayaraq, Hallabong meyvəsi hələ də ağacın üzərində belə qəşəng şax vəziyyətdə durur. Çünki qabığı qalındır və nisbətən də soyuğa və şaxtaya davamlıdır. Təsərrüfatçıların dediyinə görə bu meyvələr Novruz bayramı günlərinə qədər də ağaclardan dərilib satışa çıxarılacaq. Çox da dadlı, ləzzətli və ətirli meyvədir. Tərkibində efir yağları çoxdur. Digər naringi sortları ilə müqayisədə Hallabong toxumsuzdur. Su faizi nisbətən az, quru maddə tərkibi isə yüksəkdir. Bu xüsusiyyətlər meyvənin daha keyfiyyətli və vitaminlərlə zəngin olduğunu göstərir. Hallabongun çəkisi orta hesabla 400-450 qram, bəzi hallarda isə 600-700 qrama qədər olur. Ağacın ildə 3 dəfə çiçək açması nəticəsində meyvə yaza qədər budaqlarda qalır ki, bu da sortu daha perspektivli edir. Üçüncü vegetasiyadan çıxan meyvələr hətta deyirəm ki, mart-aprel ayına kimi. Meyvənin öz rəngindən də görünür ki, birinci vegetasiyada çıxan meyvələrdir. Amma gördüyünüz kimi, hələ görürsünüz ki, üstündə yaşıllıq var. Ay sağ olun. Bunlar neçənci vegetasiya? Bu axırıncı, üçüncü vegetasiyadır. Bunun da yetişməyi bir ay inşallah çəkəcəkdir. Bir ağac 100 kiloqrama qədər meyvə gətirə bilir. Amma daha yaxşı. Yaxşı qulluq olunsa, bəli. Həm maya dəyərini çıxardar, həm də ki, sahibkarlara xeyir verə bilər. Ötən il görülən aqrotexniki qulluq tədbirləri bu il öz bəhrəsini verib. Bu il bağdan 4-5 ton məhsul gözlənilir. Gələcəkdə isə bu göstəricinin 50-60 tona çatdırılması hədəflənir. Təkcə bir dənə problemimiz nədədir? Meyvə Azərbaycanda yaxşı tanınmır. Xırda sifarişlər olur. Ancaq Lənkəran zonasında bir Bakıda tam tanınmır, amma yavaş-yavaş Bakıda tanınmaya başlayıb. Biz də çalışırıq ki, bunu Respublikanın bütün rayonlarında tanınsınlar. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Təcrübə Bazasının kolleksiya bağında Hallabong sortları üzərində elmi tədqiqat işləri aparılır. Tinglik təsərrüfatında müxtəlif calaqaltıların effektivliyi öyrənilib və sortun bölgənin torpaq iqlim şəraitinə tam uyğun olduğu təsdiqlənib. Sifarişlər olsa biz daha da böyük çeşiddə biz ting tədarik edə bilərik. Məhsulu biraz gec yetişdiyinə görə bu məhsulun saxlamaqdan ötürü bizim bölgədə xüsusi soyuducu anbarların tikilməsinə ehtiyac var. Soyuducu anbarlarımız, yəni ki, saxlanc yerlərimiz olsa, biz vaxtında məhsulu yığıb ora depolasaq və fermer də istədiyi vaxt bazarın qiymətə uyğun olaraq satış əldə edə bilər və yüksək rentabillik əldə edə bilər. Son illər sitrus bağlarında xəstəlik və zərərvericilərin artması da ciddi narahatlıq doğurur. Bir vaxtlar karantin altında olan zərərvericilər hazırda ağaclara geniş şəkildə ziyan vurur. İstifadə olunan dərman vasitələrinin effektivliyi isə bəzən qənaətbəxş olmur. Kimyəvi tərkibi düzgün deyil. Bəzən bu fermerlər üçün problemlər yaranır. Çünki dərmanı alırlar, tətbiq edirlərsə yaxşı səmərə əldə edə bilmirlər. Çox yaxşı olardı ki, yəni bu ithal olunan bəli, o dərman, məsəl üçün şirkətlər ki, xaricdən o pestisidlər ki, gətirilir, bunlar yoxlanılsın, xüsusi laboratoriyalarda analiz olunur, onun keyfiyyət göstəriciləri əgər cavab verirsə, onun gətirilməsinə, ithal olmasına icazə versinlər. Və bütün bunlar fermer təsərrüfatlarına əlavə xərc əmələ gətirir. Qeyd edək ki, ötən təsərrüfat ilində Lənkəran bölgəsinin sitrus bağlarından 6930 ton naringi, 498 ton portağal və cəmi 6 ton Hallabong meyvəsi tədarik edilib.